Herkese salam, kanalımıza hoş gəlmisiniz. Bugün sizlərə sadə soba pirajkisinin hazırlanmasını təqdim edirəm. Bizə hansı ərzaqlar lazımdır? Gəlin birlikdə sayaq. Yarım litr ilıq su, yarım litr ilıq süd və içərisinə əlavə edirik 1 çay qaşığı maya, 1 xörək qaşığı şəkər tozu, 2 yumurta, 1 yumurtanın sarısı üzəri üçün ayırırıq. Ərzaqları əlavə etdikcə qarışdırırıq və içərisinə 100 qram qatıq, 100 qramdan artıq duru yağ, 1 çay qaşığı xörək duzu əlavə edib qarışdırdıqdan sonra unu tədricən əlavə edib, ələkdən keçirərək əlavə edib yoğururuq. Un nə qədər apararsa o qədər də əlavə edirik. Ələ yapışan yumşaq xəmir yoğururuq. İçərisinə 20-30 qram otaq temperaturunda öncədən yumşaldılmış kərə yağını əlavə edib bir daha yoğururuq. Xəmir əgər əlimizə yapışarsa, duru yağla əlimizi yağlayıb xəmiri toparlayırıq. Və burada öncədən qaynatdığım kartof, yumurta, 2 baş soğanı yağda qovurub əlavə edirəm. Duz zövqə görə vurulur və əzdikdən sonra xəmirin içərisinə qoyub bükürük. Və 1-2 saat qaldıqdan sonra xəmirimiz çox gözəl acıdı. Və əlimizi duru yağla yağladıqdan sonra kündələr edib içərisinə içlikdən qoyub sadə formada, müxtəlif formalarda bükmək olar. Öncədən isidilmiş 180 dərəcəlik sobada bişirirəm. Çox gözəl, həm dadlı, həm görünüşü gözəl olan soba pirajkisi alındı. Öncədən təşəkkür edirəm, abunə olub, like atıb, dəstək olanlara öz minnətdarlığımı bildirirəm. Sağ olun, salamat qalın.